Bağışlayan ve mehriban Allah'ın adıyla. Halal Studiyasının dublaj redaksiyası təqdim edir. Vaqiyə günü. Rollarda iştirak edirlər: İzzətullah İntizami, Cəmşid Məşayixi, Məhdi Fəthi, Məhəmməd Əli Keşavəz, Səid Nikpur, Hüseyn Pənahi, Jalə Ulu, Həmidə Xeyrabadi, Zəhra Məstuni və Əli Rıza Şacanuri. Geyim və səhnə tərtibatı: Məcid Mirfəxrai. Grim: Abdullah İskəndəri. İcraçı direktor: Siruz Müqəddəm. Montaj: George Patrosi. Mənim oğlum, de görüm nəsranilərin içində qız yox idi ki, onlardan biri ilə evlənəsən, yoxsa müsəlmanların ardıcıl qələbələri səni onlara qoşulmağa məcbur edir. Əvvəla nəsranilərin elə gözəl qızları var ki, onların təmizliyi qarşısında baş əyirəm. Amma bu Rahilə idi ki, axtardığım məhəbbətin eşqini qəlbimə saldı. İkincisi isə Allahın məsləhəti belədir. Mən nə qorxağam, nə də ki şöhrətpərəstim. Düzünü desəm, Rahilənin eşqi ixtiyarım əlimdən alıb. Səs rejissoru: Məhəmməd Rıza Delpak, Əmir Hüseyn Qasimi. Bədii redaktor: İbrahim Nəcad. İstehsalat müdürü: Təqi Əli Qulazadə. Bəstəkar: Məcid İntizami. Filmin asistenti: Məhdi Rəcaiyan. Ezid, ərəblərin içində təmiz bir adam tapmadın ki, yetim bir məsihiyyə qız verirsən? Ey mənim qəbiləm, məni də anlamayan. Allahın izni ilə 3 oğlum var, ömürləri uzun olsun. Allah Taala mənə 4-cü oğlu da bəxş etdi. O Məsihidir, indi boynundakı xaçı da Rahiliyə görə boynundan çıxarıb. Onun bütün işləri yalnız Rahilənin eşqinə görədir. De görüm, kim bilir ki, o dildə iman gətirib, yoxsa qəlbən? Bəli, elədir. Bunu heç kəsin barəsində bilmirik. Bizim kafir olduğumuz vaxtdan İslam'a gəlməyimiz, bilirsiniz ki, o qədər də çox deyil. Sənin bu cavana vurduğun bu töhməti o zamanlar kimsə bizə vurmamışdı. Senari müəllifi: Bəhram Beyzai. Operator: Maziyar Pərtov. İcraçı operator: Mürtəza Şayestə. Rejissor: Şəhram Əsədi. Deyir Rahilə, Məsihi bir kişidən yetim qalmış Abdullah sənin elçiliyinə gələ bilərmi? Bu Abdullah imkanlı adam deyil, onun öz əllərinin zəhməti ilə düzəltdiyi bircə dəyirmanı var. Bütün imkanı yalnız həmin dəyirmandadır. Ah Rahilə, sən heç vaxt səhra fırtınalarında azıb qalmamsan ki, indi biləsən yox deməyin, həqiqətdə mənim üçün qumlar altında batmış insanın ölümündən də dəhşətlidir. Rahilə deyir: ey cavan, əgər istəyirsənsə, atamın görüşünə gəl. Bil ki, mənim də bir zamanlar səhra fırtınalarında azıb qaldığım vaxtlarım çox olub. Yadındadır, o vaxt bir dəvə yükü unu Zeydin evinə gətirmişdilər. Kim bilir ki, həmin unun çörəyi necə alınacaq?
toyda hər bir iş və fal yaxşı alındı. Biz istixarə elədik, yenə də çox yaxşı nəticələr göstərir. Və hətta cahiliyyət təqviminə nəzər salanda gördük ki, ən yaxşı gün bu gündür. Bugün iki bayram bir yerdədir. Məsihi Abdullah həm Rahilə ilə ailə həyatı qurur, həm də zülmətdən nura çıxır. Sözlərini deyibmi? 3 dəfə və hər dəfə 3 surətdə. Birincisi odur ki, Allahla ət peyman bağlasın. İkincisi, bir otaqda yaxın adamlar eşidib bilsinlər və üçüncüsü isə cəmaatın cəm olduğu bir meydanda ham eşitsin. Hüseyin İbn Əlini axtarır. Məxluqatın ən üstünüdür ki, kimsə bunu bilmir. Küfəli bir kişidir, axtarışa çıxıb. 3 gecə gündüz dayanmadan əzab, əziyyətlə yol gəlir. Onun dediyinə görə Küfə əhli Müslim İbn Əqili vəhşicəsini öldürüb, başını kəsib, niziyə taxıb və sarayın qapısından asıblar. Haram sayılan ayda Gedək Abdullah, bizi gözləyirlər. görün Müslim kafir və ya quldur, yaxud müxaliflərdən idi. Xeyr, o mömin idi. Hətta ən yaxşılarından. İmam Hüseynin ən etibarlı nümayəndəsi idi. Belə bir şəxsiyyət. Bəli, mən də başa düşə bilmirəm. Küfəllər Hüseyin İbn Əlini ora dəvət etmişdilər ki, gəlib oranı möminlər evinə çevirsin. Müslim onun əmisi oğlu, elçisi və xəbər aparanı idi. Sən Hüseyin İbn Əli haqda nə bilirsən? O rahilənin imamıdır. Onun haqqında olan ilk məlumatım budur. Mən onu bir dəfə Məsih əsirlərini azad edərkən görmüşəm. İmam onlardan Həzrət İsa'nın şəfaətini qəbul edib ayaqlarının zəncirlərini açdı. Onun sözləri hələ də qulaqlarımdadır. O belə deyirdi. Bilin ki, biz zəncirləmək üçün deyil, onları açmaq üçün gəlmişik. İranı fəth edən sərkərdələrdən biri Cəməldə gülürdü. Hüseyin İbn Əli uca səslə ona buyurdu. Biz zalımlıq etməyə deyil, zülümlə mübarizə aparmaq üçün gəlmişik. Onun haqqında çox söz danışırlar. Bəs niyə özləri onun kimi deyirlər?
Gözünüz aydın, onlar meydanı keçdilər. Qılınc. Hara qoymuşam? Qılıncımı verin. Məsihinin belinə taxırsan, İtiraz edirsən, hə? bizim müsəlmançılığımız 3-cü nəsildən gəlir, amma o Mən onun İslamından yenilik duyuram. Amma sənin müsəlmançılığında isə cahillik və təkəbbürlük. biz 60 ildir ki müsəlmanıq. Sən imanınla niyə qürrələnirsən? Müsəlman olmağın atanın vasitəsilə olub. Amma o isə özü şəxsən iman gətirib. Afərin. Niyə o Məsihi inkar etmədi? İnkar etməlidir. İsa'nı inkar edənlər onun düşmənləri idi. Həzrəti İsa Allahın peyğəmbəridir. İndi onun ardıcılları İslam peyğəmbərinin dinində haq yoldadılar. Onlar gəldilər. Qoy ərəblər məni qınasınlar. Anasız bir qızcığazın toyunu qəm-qüssə ilə keçirməliyik. Qonaq gəlib. Pişvazına çıxmaq lazım deyil. Bu qılıncı hədiyyə olaraq Zeyd öz kürəkəninə ərmağan edir. Mən də bu dəvəni Abdullahın töhfəsi olaraq qaynatası Zeydə hədiyyə eləyirəm. Bu atın qiyməti 10 məğrib dinardır. Bu nədaqını rahilədən qəbul et. Mən də onun üçün bir cütxotən sırğası getirmişəm. Kim məhəbbətimi bunlarla bərabər ona çatdırsa, ömür boyu həmin şəxsə minnətdar olaram. Bu ata məhəbbətini və qardaş əllərini məndən qəbul et. Mən də sizin kiçik oğlunuz. Hoş gelmişsin. Allah mübarek edesin. Xoşbəxt olsun. Hoş gəlmisən. Allah xoşbəxt eləsin. Mübarəkdir. Allah mübarək eləsin. O 37 dəfə Rahilə üçün elçiliyə gəlmişdi. Və hər dəfə də mənim ona cavabım olub, yox. Amma axırıncı dəfə o mənim yox sözümlə getmədi. Elə bil, ayağa qalxmağı halı yox idi.
Doğrusu o otaqda Rahilənin gözündə parlayan yaş damlaları nəzərimi cəlb etdi. Başa düşdüm ki, artıq heç bir bəhanənin yeri deyil. Artıq iş işdən keçmişdi. Fikirləşdim ki, əgər Allah bunların məhəbbətini bir-birinin qəlbinə salıbsa, nəyə görə mən bu işə mane olmalıyam? Xoten sırqalarına Əyyub ol Abdullah sənin üçün hədiyyə göndərib. Bunu ondan qəbul etməyini xahiş edir. Allah mübarək eləsin. Rahilə qəbul eləyir. Aferin. Var olun. Sağ olun. Var olun. Allah mənə qəzəb eləsin, əgər xəbər doğrudursa. Yalançı lənət. Kim inanır ki buna? Bəlkə ölüm olub qətl deyirlər. Ölüm yox, qətl idi. Şərbət için, ağzınız şirin olsun. Zeytun, əncir yiyin.
Bunlar Allah'ın Kur'an'da and içtiği meyvelerdir. Qətil nə vaxt olub? Məlum deyil olub ya yox. Qanlı bayraq buna sübut ola bilməz. Mümkündür xəbər gətirən yalançı adam olub. Son zamanlar özlərini göstərmək üçün yalançı xəbər gətirənlərin sayı çoxalıb. Bəli, qəribə xəbərdir. Necə olur ki, cəmaat bir adamın arxasında durub namaz qılsın və bir neçə saatdan sonra onun başını nicələrə taxsın. Öz gözlərimin, qulaqlarımın şahidiyəm ki, onlar bir-birinin ardınca nümayəndələr göndərdilər ki, ey məzlumların yardımçısı, dadımıza çat. Məktublar yazdılar ki, Kufə istəmkarların zülmü əlindən nalə eləyir. Gəlib İslamın aradan getmiş qanunlarını dirçəltsin. Belə olduqda necə olur ki, bu cəmaat öz qonaqlarını düşmənlərinə təslim etsinlər? Heç inanılası deyil. Mənə kömək edən bir kimsə varmı? Görəsən İmam Hüseynə bu çox vacib idi. Sabah İsa Məsihi Neynəbadda çarmıxa çəkəcək. Nə dedin? Necə bilək ki, Kufəllər Müslümin başına gətirdikləri müsibəti Hüseyin İbn Əlinin də başına gətirməsinlər? Bəli. Hüseyin İbn Əli bir müddətdir qohum əqrabası ilə Kufəyə doğru hərəkət edir. Görəsən hardadır? Hansı vadidədir? Görəsən bələdçi onları hansı yolla aparır? Sabah dəhşətli vadidə İsa Məsih çarmıxa çəkəcək. Kimdir mənə bu sözləri deyən? Oğul, heç kəs sənə bir söz demədi. Çarmıxdan danışan sizlərdən biri deyildi. Kufədə ölüm adiləşib. Bəli, Kufədə ölümü çox ucuz satırlar. Bu xəbəri ona necə çatdırmaq olar? Kufədən gələn atlıya çatanda şübhəsiz ki, xəbər ona məlum olacaq. Kaş ki, yarı yoldan qaydaydı. Çünki dostları bir o qədər çox deyil ki, Müslüman intiqamını ala bilsin. Yox, yox. Gərək səfərə çıxmayaydı. Kufəyə rəhbər lazımdır. Hüseyin İbn Əlidən yaxşısı o rəhbərliyə layiq deyilmi? Tənəli sözü yaxşı başa düşürəm. Allah günahkarları bağışlasın. Hansı tənə? Alçaq insanlar söz gəzdirib deyirlər ki, imam haqqa görə deyil, vəzifəyə görə qiyamı başlayıb. Lənət olsun, kökü kəsilsin bu boş boğazların. Allah yanında yüksək olan insan üçün nə vəzifə? Mənə kömək edən bir kimsə varmı? Biz öz eşitdiklərimizi deyirik. Məyər Hüseyin İbni Əli hökumətə layiq deyilmi? Mən deyirəm ki, layiqdir. Bəs nəyə görə o gedib bu haqqa yiyələnməməlidir? Nadanın ağlı öyrətməsi təəssüflüdür. Sən ey bəni Taifdən olan mərhəb, məlumatın olmadığı bir şey barədə hansı ixtiyarla danışırsan? Əgər Hüseyin İbn Əli oraya gedirsə, deməli mühüm bir iş dalınca gedir. Kufəyə hakimlik etmək mühüm iş deyilmi? Ondan mühümü ədalətdir. Əməvilərin cinayətlərinin qarşısını almaqdır. Əlbəttə, bəziləri səfərin səbəbini belə başa düşür, bəziləri isə başqa cür. Ən yaxşısını Allah bilir, biz yox. Biz bunun cavabını heç vaxt bilməyəcəyik. Əgər onun nümayəndəsini öldürüblərsə, şübhəsiz ki, özünü də öldürəcəklər. Buradan Kufəyə dayanmadan 3 günlük yoldur. Belə ki, kifayət qədər azuqə minik aparmaq şərti ilə. Bu nə fikirdir? Hüseyin İbn Əlini öldürmək? Hansı bir müsəlman belə bir alçaqlığa razı olar? Mənə kömək edən bir kimsə varmı? Kim idi? Söylədiklərini təkrar et. Deyin görün sizlərdən kim kömək istədi? Kim dedi mənə kömək edən bir kimsə varmı? Deyin sizlərdən kim idi? Oğlum görürsən ki heç kəs deyil.
Ola bilsin səs çöldən gəlib. Bəlkə səs-küy səni çaşbaş salıb. Mənə kömək edən bir kimsə var. Görəsən elə bir şey var ki, biz onu eşitmirik. O beyət etmədi. Və hər kim beyət etmirsə, deməli bir iddiası var. And olsun ki, kömək istəyən sizlərdən biridir. Biz bunu başa düşməkdə acizik. Tək sözü. Kim bilir, görəsən niyə? Görəsən elə bir şey var ki, biz onu başa düşməyək. Qazi indi gələcək. Abdullah hara? Mən indiyə kimi belə at sapan görməmişdim. İki gündür ki qapısı qıfıllıdır. Buyur, bu da senin təriflədiyin Məsihi. O sağ kalmayacak. Onun gördüğü iş ona kanı bahasına başa gelecek.
Küfənin yolu hansı tərəfdəndir? Gözü alduzu, çıx, yolu mənə göstər. Oğlum ya, mən şərq-qərb yolunu itirirəm. Heyvan, su yerine çatdıq. Görəsən, hansı tərəfdədir? Tərpənmə, kılıncını götür. Ey yol kəsənlər, gecəniz gündüzünüz yoxdur? Dəvə oğrusuna bax, bizə yol kəsən deyir. Quldura bax, mənə dəvə oğrusu deyir. Oğru deyirsən? Mən Küfə misafiriyəm, su axtardı. Hardan bilim düz deyirsən? Düz deyirəm. Sübut elə. Mənim dəvə oğrusu olduğumu sübut elə. Bilmirsiniz ki, Məhərrəm ayında silah çəkmək, qan tökmək haramdır? Biz çöl adamıyıq, ayır bilmirik. De görüm bu gece hansı gecedir? Dan yeri söküləndə Məhərrəm ayının 10-cu gün olacaq. Bu gecə mən öz nişanlıma qovuşacaqdım. Qan tökmək haram olan bir aydır. Əyləş. Açsızdır, terini kurut. Deve sütüdür. Çok vakit yediğimiz bu olur. De görün, nişanlından niye ayrıldın? Ayaqlarım sınsın ondan ayrılsam əgər. Rahilə müşk kimi ətirlidir. Harda olsa İran güllərinin ətri kimi onun da ətri bürgər aləmi. Deməli eşq divanəsisən.
Qəlbimin sualına cavab axtarıram. Mühüm bir məsələni bilməliyəm. Bundan mühüm iş nə ola bilər? Bu gecə vaxtı tələsik hara belə? Mən Hüseyin İbni Əlini axtarıram. Axtardığın cavab ondadır. Bəli, o bilir. Deməli sən zülmət içində həqiqət axtarışındasan. Əgər indi getməsəm ola bilsin ki, onu bir daha görməyim. Mən onu 10 gün bundan qabaq görmüşəm. Biz xeymələrin o tərəfində dəvələri otarırdıq. Əgər gecələri yol gedib gündüzlər dincəlsək, buradan ora 7 günlük yoldur. O öz yoldaşlarıyla orada çadır qurmuşdu. Deyəsən məqsədləri də Küfə idi. Mən ona bir kasa süd verdim. Bəli, o mənə və dəvələrimə dua etdi. O sənə bir vədə vermədi. Küfədə hakim olsa sənə bir vəzifə verəcəyini söyləmədi. O bizimlə namaz qıldı. Mən ona dedim, zülm hər yerdə baş alıb gedir. O acı təbəssüm edərək mənimlə qəribə tərzdə vidalaşdı. Sanki elə bir daha geri dönməyəcəkdi. At hazırdır. Küfənin yolunu mənə göstərin. Necə göstərim ki, bircə tufan olan kimi aləm bir-birinə dəyir. O ulduzu görürsən. Çalış həmişə üzü ona sarı gedəsən. Al. Eğer Hüseyin'i görsən, deyərsən, dəvələrin südü artır. Söz yox, bizi yuxudan oyatdı, amma şirin söhbətimiz oldu, xoş təsir bağışladı. Sən İran gülləri haqqında nə bilirsən?
Qalx ayağa. Qalx ayağa nankor, qalx. Qalx ayağa, sənin ölümün çatıb. Kimsiz? Tanımırsan? İş o yere çatıp ki Ərəblərin en namuslu kızını lekeleyip kaçsınlar, sonra da amanda kalsınlar. Bəs Ərəblərin qeyrəti hardadır? Zeyd gözün ağırası bircə qızını sənin kimi bir məsihiyyə nankora verdi. Onun yaxşılığının əvəzini belə mi verdin? Qalx, sen qayıtmalısan. Sen cezalanmalısan. Seni halk karşısında cezalandırmamız müminlerin şerefini takip edenlere ders olmalıdır. Elə bilirdin Rahiləni rüsvay etməklə intiqamsız qalacaqsan? Siz nə danışırsınız? Nə rüsvayçılıq? Niyə sən başa düşmürsən ki, sən toyu tərk etməklə Rahiləni bədnam etmisən? Bacımızı rüsvay eləmisən. İndi hamı fikirləşir ki, görəsən sən nəyə görə Rahiləni atıb gedmisən? Bütün qəbilələr, bütün Ərəblər. Bütün Ərəblər arasında sən Məsihi müsəlmanları bədnam eləmisən. Sənin kimi şərəfsiz gərək qanına qaltan olunsun. Qayda bilmərəm. Öz ixtiyarımla gəlməmişəm ki, qaydam da. Biz and içmişik ki, ya seninle ya da senin başınla qayıtmalıyıq. Ya bizimle gel ya da kalk döyüş. Döyüş. Mən Rahilənin qardaşlarına əl qaldırmaram. Nankor, əl qaldırmalısan. Qılın çək. Döyüşürsən ya yox. Biz and içmişik ki seni qaytarmalıyıq ya da öldürəcəyik. Döyüş. Ben seni döyüşmeye mecbur edirəm. Döyüş. Döyüş. İndi qan tökmək haram olan məhərrəm ayı deyilmi? Senin kimi şerefsizin kanını tökmek her bir halda halaldır. Mən heç vaxt öz yaxın adamlarıma əl qaldırmaram. Sen korkaksan. Şerefsiz ve alçaklıkla beraber hem de korkaksan. Mən hər bir çətinlikdən çıxmış bir yetiməm. Daş dəyirmanda keçib günüm. Gücünüzü göstərməklə məni qorxutmayın. Mühasirədə olduğum birinci dəfə deyil. Yox, mən heç vaxt qılınc yerə salmamışam. Mənə dünyada hamıdan əziz siz. Məni məcbur eləməyin ki, sizin üzərinizə qılınc çəkim. Öz canıma and olsun. Əgər mən qılınc əl atsam, sizin heç biriniz canınızı mənim əlimdən qutara bilməzsiniz. Mən öz üzərimə qılınc çəkərəm, amma sizə əl qaldırmaram. Əgər sizin birinizin qanı tökülsə, vay olsun mənə ki, Rahiləni görməkdən həmişəlik məhrum olaram. Bundan sonra mənim üçün ölmək Rahilədən məhrum olmaqdan daha asandır. Necə ki sən mənə demişdin, amma o məclisdə Hüseynin dünya dalınca getməsi barədə danışırdılar. Dedim birdən gecikərəm. Onu görə bilmərəm, həm də həqiqəti tapmaram. Nəyə görə ömrü boyu şək və tərəddüd içində həqiqətdən agah olmadığım üçün təəssüflə yaşamalıyam. Eşitdiniz? O hələ də şək edir. Qoy danışsın. Həmin məclisdə kömək istəyən bir kəsin səsini eşitdim. Baxıb gördüm ki, məndən başqa bir kimsə bunu eşitmir. Səsləyirdi. Mənə kömək edən bir kimsə varmı? Ona görə də mən qalxdım. Buna baxın, gör necə sərənləyir. Sakit ol. Bu həmin səs idi ki, məni yuxuda da səsləyirdi. Hətta dəmirçi Əsvədi və tanımadığım 2 nəfər başqasını da çağırırdı. Mən hələ şəkdə olduğum vaxtlardan çox qabaq dəmirçi Əsvəd də Hüseyin İbn Əlini axtarırmış. Sərənçi! Dediyim bu sözlər Rahilənin bədnamlığını çağrı edə bilməz. Əl çək Tahir. Bədnamlığın, şərafətin yeri deyil. Qoyun öz yoluna davam eləsin. İndi sənin nə suyun, nə də ki çörək almağa pulun var. Ged Abdullah. Amma belə əli boş yox. Al.
Bu qalxanı da ehtiyat üçün götür. Çörəkdir, bir qədər də pul. Ged Abdullah, əgər bir yerə çağırılmısansa, mütləq get. Tez get, yubanma. Get həqiqəti axtar. Ya haqqı tap, ya da inkarla gəl. Rahilə, bacı, indi qəbiləyə tərəf necə dönəcəksən? Başı uca. İndi harda olduğunu bilirsənmi? And olsun Allaha, bunlar yıxılmış bütlərdir. Elədir, cahiliyyət dövründən qalıblar. Buradan keçənlər onları daşqalaq etmədən getmirlər. Ata-babaların məbədlərin sahibi idilər. İndi isə onların əzabını mən çəkirəm. Vaxt var idi bu bütlərin başlarına qızıl gümüş səpərdilər. İndi isə daş və zirzibil. Mən elə bir Allaha bəndəlik eləyirəm ki, asimandadır. Kaş biləydim Hüseyin İbn Əli bütlər haqda nə deyib. Yer üzündə diri bütlər olduğu halda, axı mən bu cansız bütlərə necə daş atım? Nə durmusan ha heyvan? Eşitmədin nə dedi? Küfəyə getmək istəyirsənsə, gizli yollarla get.
yaratığandı belə. Niye yolumun üstüne məzunları çıxartdın ki, onlara kömək etsəm, səndən ayrı düşəcəyim. Eğer qoyub getsəm, namərdi getmiş olacaq. İrəli ey mənim adım. Qəniməti bir yerə yığ, indi gəlir. Kim ne götürse özünündür. Hara, beni burada tek koymayın.
Dayan, ayak saxla. Buralara bələdsənsə də görün biz səhranın harasındayıq. Bura haradır? Hüseyin İbn Əlini və onun qoşunu necə tapmaq olar? Dostunuz? Əlbəttə, arxayın ol. Biz Hüseyin İbn Əli ilə müharibəyə çağırılmışıq. Müharibə? Cemaat bizimlədir. 4 gün olar ki, döyüşə hazırlaşırlar. Qoşunlar ardıcıl olaraq təyin olunmuş məkana gedirlər. Şübhəsiz ki, bizi qarşıda ağır müharibə gözləyir. Biz tufanda azdığımıza görə yol itirmişik. Əgər bilirsənsə bizə tez yol göstər. Yoxsa qənimətdən məhrum olarıq. Axı mən yolu yaxşı tanımıram. Yalan deyir. Sən hansı qoşundan geri qalmısan? Dost, yoxsa düşmən? Olmaya bizi aldadırsan. Mən özüm bu səhrada başımı itirmişəm. Vaxtım da çox azdır. Dayan. O deyəsən çox şübhəli danışır. Sən hansı qəbilədənsən? Mən ikər. Deməli Məsihiysən. İsa və Muhammedin Allahına inanıram. Burada nə axtarırsan? Eşitmişəm bugün İsa Məsihi Neynəbada çarmıxa çəkəcəklər. Nağıl danışırsan? Axı bu nə sözdür? Ağılsız bu sözləri illərcə qabaq deyiblər. Düzdür, 7 əsr bundan qabaq. İsa'nı Məsihilər öldürmədilər. Necə olur ki, müsəlmanlar öz imamını qətlə getirirlər? Öldürün onu! Yo, diri! Diri tutun! Suyu kazıp boğaza kadar bastırın onu. Oy diri diri kebap olsun. Oğlum, bu ne ses duydu? Bəni xaif haqqını ona verib. Bəni xaifə nə gəlib ki, bir Məsihinin tərəfini saxlasın. Vay olsun bizə bir Məsihi biz müsəlmanları qəflətdən oyadır ki, əlinin oğlu ilə döyüşmək olmaz. Siz bizim iti kılıçlarımızdan korkun. Beni Haib, Beni Cübeyre'nin şallağının tadını çok görüp bizden özünüzü gözleyin. Bəni xaif heç kəsdən qorxmur. Təlatümə gələndə Bəni Cübeyrənin gününü qara etməyimiz sizin yadınızdan çıxıb deyəsən. O günlər döyüşlərdə tufan kimi coşanda təkcərsiz qadın və uşaq nalələri gələn sizin qəbilələriniz deyildimi? Onların cevabını kim verebilir? Şərafəti yalnız dillərdə olan qəbiləni tanıtmağa ehtiyac yoxdur. Hansı iftihar var ki, biz ona hələlik nail olmamışıq? Nə vaxt eşitmişsiniz Bəni Cübeyri qəbiləsi hansısa bir döyüşdə məğlub olsun? Uca yaradana and olsun ki, onlar haqqı tapdaladıqları üçün məğlub olublar. Bəni Xaif tayfasının ən yüksək şərafəti elə budur ki, yalnız asimanları yaradan Allah'tan qorxur.
Məsihini gətirdilər. Sizi kılınç yarasından da iti olan sözle yaralayan məlunu getirdiler. Ak kılıncdan daha iti ve yüzlüdür. Meğer cevabını verebilirsen ki onun sözleri hak değil. Benim cevabım ona budur. Öyleyse karşımda beni gör. Həyatım üçün kimə borcluyam? Hansı birimiz başkasına hayat vermişim? Kim öz Allah'ında borçlu değil? Burada kalma. Çık git. Allaha hamd olsun ki sen beni öz istediğin yere aparırsan. Bunun mənası nədir? Sınaq, beni sınayırsan. Lənət olsun sənə sarı bir attım belə gəlsəm. Bu quru mənasız səhradan başqa bir yer yox idi. Ah, Rahilə, özümü müdafiə etmək üçün heç bir silahım qalmayıb. Görəsən sənin mənzilinə çətinlik çəkmədən gedən qonaqlardan biri ola bilməzdi. Elə bilirsən suya görə yolumu dəyişəcəyəm. And olsun Allaha fikrimdən dönən deyiləm. Mən sənə görə gəlmişəm. Məni çağırmışsansa sən də mənə sarı bir addım gəl. Rahilə, bu sevdiğin kızın adıdır. Əsvət, bu siyirmə qılınc düzəldən dəmirçinin adıdır. Yaxşı, yaxşı bax. Eşq
bu deməkdir. Yəni yanmaq. Bu Hüseynin sözüdür Əsvədin dilindən. Səni aparan eşqdir. Məqsədə çatmağına isə hələ çox var. İndi bil ki, eşq yanğısı nə deməkdir? Mən ona dedim ki, Küfəyə getmə. Bilirdim onlar vəfasızdılar. Demişdim ki, onlardan özümü gözlə. Attan əlinin başını al qana onlar boyadılar. Canının bir parası olan qardaşın Həsəni onlar zəhərlədilər. Onlar dedilər ki, biz səni müdafiə edəcəyik. Gəl bizə rəhbər ol. İndi onlar hardadır? Deyin görüm Hüseyin İbn Əli Küfiyə çatmış olar. Sən hardan gəlirsən ki, heç bir şeydən xəbərin yoxdur. Zalimlar yolu bağlamışdılar. O Küfəyə daxil ola bilmədi. Ona çatmaq üçün neçə gün yol qalır. O sənə artıq çox yaxındır. İndi o Kərbəla adlanan bir yerə çatır. 3 gündür qoşunun ardınca gəlir. Səs-küyləri hər yeri bürüyüb. Elə bil dünyanın sonudur. Bizim üzümüzə yaxşı-yaxşı nəzər sal. Yarı yoldan qayıtmış insanların simaları yadında saxla. Bu işin axırı ölümdür, ölüm. Müharibənin faydası yoxdur. O beyyət etmədi. O Kərbəla adlı bir məkanda mühasirədədir. O sənə çox yaxındır. Suyu bağladılar. Allah xatirinə deyin görüm nə olub axı? Feryat çək ki peşmanıq. Bəlkə sənin bu ağlamağının səsi gedib onun qulağına çatar. Fəryad çəkdiyini eşitdi. Onun fəryadı hələ də qulağımdadır. Axı o nə dedi? Mənə kömək edən bir kimsə varmı? Biz vəfasız çıxdıq. Dur çörəyə and olsun ki alçalığı qəbul etdik. Əlini alnına aparıb bizə dedi. Sizin evinizdə əhli əyalınız, valideynləriniz varmı ki onlarla vidalaşmamısınız? Borcunuz var ki hələ ödəməmişsiniz. Məni tənha qoyub getməkdən xəcalət çəkməyin. Bu başqalarının vəzifəsi deyil, yalnız mənə, bir də dünyaya əlvida deyənlərə vacibdir. Kim istəyirsə getsin, mən beyyətimi sizdən geri götürdüm. Gözlərini yumub yoluna davam elədi. Vəfasızlığıma görə əzab çəkirəm. Allah məni öldürsün. Biz vəfasız çıxdıq. Onlar çox az idilər, 62 nəfər. Bir də ki, ən yaxın qohumlar. Mən niyə qayıtdım? Axı niyə qayıtdım? Ona dedilər ki, sən kafirsən. Görün kimə nə deyirlər. Dedilər ki, bu müharibə ədalətli deyil. Heç bir faydası yoxdur. Beyyətinə canın qutarsın.
get dincəl, get dünyanın bir güşəsində rahat yaşa, o beyyət etmədi. İndi biz hansı üzlə qayda? Hansı üzlə? Demək, adı Kərbəladır. Kərbəlanın yolu hansı tərəfdəndir? İçim su verir. Qiyməti nədir? Susuzam. Sizin insafınız yoxdur. Ey cavan, biz quyunu bağlamamışıq. Nə qədər istəsən götür. Burada su kim istəsə gərək özü çəkib çıxarsın. Rahilə, dur ona su ver. Kərbəlanın yolu hansı tərəfdəndir?
Niyə matəm saxlayırsınız? Sən bundan əvvəl Məsihə idin. Rahatlan, amma çox qalma. Gün ortaya az qalıb. Hansı əziziniz ölüb ki, belə matəm saxlayırsınız? Biz ölülərə ağlamırıq. Bu matəm deyil. Qədim ərəb rəvayətlərinə görə bunların birində bəlkə də bugün göydə 2 günəş görünəcək. Ah nalə edirik ki, əgər bəladırsa üstünüzdən ötüb keçsin. 2 günəş bir-birinin yanında? Neçə əsr qabaq deyirlər. Əfsanə danışırsan? Gün orta bilərsən. Gün ortaya qala bilmərəm. Getməliyəm. Hüseyin İbni Əlini niyə axtarırsan? Demək sən bilirsən. Sənin axı ona nə sualın var? Sənə kim deyib ki, mənim ona Hüseyin İbn Əliyə sualım var? Getməzdən əvvəl bu ata bir qiymət verir. Birinci dəfədir belə at görürəm. Bəli, o bizdən yaxşı bir at istədi. Kim? 7 gün bundan öncə Hüseyin İbn Əli təxminən o yerdə dayanmışdı ki, hansı ki indi sən dayanmışsan. O bu daşın üzərinə ayağını qoydu. O bu yerdir ki, Zeynəb burada namaz qılmışdı. Süz cənahı bu dirəyə bağlamışdı. Bu əmin qabdır ki, qardaşı Abbas bu yerdə əllərini yudur. O bu səfər barədə nəsə dedi? Fəryad çəkdiyini eşitdim. Axı nə dedi? Qurban verilən belə başlar görməmişəm. Cahillər yüksək kürsülərə qalxıb Allahın kitabını öz xeyirlərindən istədikləri kimi oxuyurlar. Zahirlik pərdəsi altında gizlənənlər cəmaatın olan qalanını qarat edirlər. Özlərinin möminlərin əmiri hesab edənlər möminlərin başlarını bədənlərindən ayırırlar. Vəziyyət o yerə gəlib çatıb ki, hətta suyu belə cəmaata rəva görmürlər. Əslində bu heç də siz fikirləşdiyiniz kimi deyil. Əksinə onlar zülümkar bir ünsür hazırlayıb öz dəyərlərini möhkəmləndirirlər. Bu hakimiyyəti özləri üçün bütə çevirib öz ambarlarını doldurmaqla məşğuldurlar. Deməli o burada olub. Vidalaşarkən o bizə belə buyurdu. 7 gündən sonra bizim arxamızca bir cavan oğlan gələcək. Susuzluğunu söndürün və ona bir at verin. Bunları o buyurdu. O bizə qonaq gələcək və ona bir uca məqamdan xoş gəldin deyəcəyəm. Deməli o bilirmiş. Gün ortaya az qalıb. Amma mən hələ 2-ci günəşi görmürəm. At üçün nə qədər pul verməliyəm? Pulunu qabaqca ödəyirlər. Görürəm belinizə qılınc bağlamısınız. Mənə bir qılınc sata bilərsiniz? Belimizə qılınc taxmaq və onunla birgə ölmək bizim adətimizdir.
Onu satmaq bizlərə ardır. Xeyr, əgər sənə qılınc lazım olsaydı, Hüseyin İbni Əli bizə deyərdi. Ey məni çağıran, mənə yol göstər. Hüseyin İbn Əli oradadır. Bir söz danış, de görüm, mən düz getməliyəm. Susuzların sərdarı oradadır. Əgər bəni Müsəl qəbiləsindən kimsə görsən, deyərsən, mən qaçdım ki, ona qarşı suyu bağlamış olmayım. Kim meydandan qaçmağa cəhd göstərirsə, Küfəlilər onu arxadan vururlar. Bircə oldu ki, Kərbalaya gəldin, amma döyüşmədin. Qaçanlar sağ qalmamalıdır.
Əlində böyük bir bayraq tutub belə fəryad eləyirdi. Zülmə tabe olma, mən istəsəydim rahatca yaşaya bilərdim. Amma məzlumlara olan zülmü görə-görə necə rahat yaşayaydım. Bu həmən zirehdir ki, əynində parça-parça olmuşdu. Necə ola bilər ki, insan cəmiz adam Dəcəl müharibəsində hakimiyyət çalışar? Bax, ona deyildi ki, sən ora getmə. Onlardansan yoksa Ferrari? Onlardan değil, bırakın geçsin. Gecikmişsən, ganimetdən sana pay düşmür. Əgər vaxtında çatmayacaqdımsa, Kərbalaya çağırılmaqdan məqsədim nə idi?
Sən geri qayıt. Ged bizim xəbərimizi çatdır. Bəşəriyyətin çatacağı ən yüksək məqama çatdı. Mənim həyatımı işıqlandıran yalnız Hüseyin İbn Əlidir. De Abdullah, hara gittin? Nə gördün? De görüm həqiqəti necə gördün? Mən həqiqəti zəncirlərdə gördüm. Mən həqiqəti tikə-tikə olub yerə səpələnmiş halda gördüm. Mən həqiqəti nizələrin üstündə gördüm. Mən həqiqəti Film 2006-cı ildə Halal studiyasında dublaj edilmişdir. Dublajın rejissoru Nigar Urxan qızı, montajçı Məlik Qasımov, tərcümə edən Mehrab Xəlilov, dublajın direktoru Eldar Aslan. Dublajda iştirak etdilər İlham Əskərov, Səidə Quliyeva, Əli Nur, Rafiq Əzimov, Rafiq İbrahimov, Məzahir Cəlilov, Firuz Xudaverdiyev, Əlvida Cəfərov, Samir Qulamov, Səyyar Rüstəmov, Sərdar Rüstəmov, Xeyrulla Zeynalov, Kənan Həsənov, Raland Məmmədov, Elnar Qarayev, Ağaverdi Babayev, Zaur Bağırov. Diqqətinizə görə təşəkkür edirik. Allah amanında.